Elə bir basaratın bağlanıb, heç bir işim alınmır. Bəs siz həyatınız boyunca neçə dəfə elə bir basaratın bağlanıb, heç bir işim alınmır demisiniz? Gəlin bu sözün tarixçəsini araşdıraq. Axı mən ki, mənə pislik eləmişəm. Açın nə olub, mən də qələt eləmişdim ki, Allah Teala mənim başıma boyun açsın. Nə olub axı? Mən bir adamın toğuna daş atmışam, bir adamın pişiyinə brız demişəm. Bəs onda Allah Teala mənim başıma niyə boyun açsın? Deyiləsi dərddə ora kişilər, danışılası dərddə oraya bir yıxıldı. Xalqımızın söz yaddaşında basaratı bağlanmaq deyilən bir ifadə var. Bu ifadə frazeoloji vahiddir, fe'li frazeoloji vahid hesab olunur. Amma bu ifadənin mənası var, yəni onun mənası müəyyən bir cəhətlə bağlıdır. Basarat bizim dilimizdə tələffüz olunan formadır, amma sözün əsli bəsirətdir və ərəb mənşəli sözdür. Bu 6-cı duyğu üzvü yaxud hər şeyi öncədən görən göz mənasını ifadə edir. Basaratı bağlamaq da öncədən hiss etməyin ölməsi, itməsi deməkdir. Məsələn, insan, hər hansı bir insan əvvəlcədən nəyinsə olacağını hiss edən zaman onun bəsirət gözü açıqdır deyirlər. Ümumiyyətlə, bəsirət gözü deyilən ifadənin də bu basaratı bağlanmaqla müəyyən qədər bağlılığı var. Ona görə ki, bəsirət sözü hər insana şamil olunan bir xarakter deyil. Bəsirət gözü yalnız seçilmiş insanlara aid olan bir xüsusiyyətdir. Həmən bu xüsusiyyətə görə insanlar qabaqcadan olacaq bir əhvalatı hiss edirlər. Rəmlətirəm, fala baxıram. Rəmlətirəm, fala baxıram. Halçı baba, bir rəmat görək həkim baba indi hardadır? Həkim baba, fil-filav, fil-filin, əsunsirəm mauləm bilin. Ulduzları seyr eyləyən, fələklərin sırrın bilən, hökmün bilən, ayin, ilin, əsunsirəm mauləm bilin. Tarixdə belə insanlar əlbəttə ki, olub. Yəni, müharibələrin olacağını xəbər verənlər, öncə görənlər biz onlara deyirik, bugün də var belə insanlar. Amma bunların içərisində əlbəttə yalançılar da var, psevdo belə insanlar var. Amma biz həqiqətən də tarixin gedişatında görmüşük ki, elə insanlar var ki, onlar hər hansı bir fəlakətin və yaxud da ki, kütləvi ölümün, aclığın, qəhətliyin səbəblərini bilmədən belə əvvəlcədən xəbər veriblər və bu həqiqətən baş verib. Bu insanların hansı bir xalqa mənsub olması əhəmiyyətli deyildir. Tanrı sanki onları bu işarələrlə insanlara müəyyən fəlakətlərə hazır olmağa çağırmaq üçün göndəribdir. Cənab, burada təəccüblü bir şey yoxdur. Bunu mənə bəxş edən Allah Taala'nın özüdür. Baba dərviş. Muxtəsər ilə müştəri gəlir. Müştəri